Belə bir gözəlliyi bayramda süfrənizdə görmək istəyirsinizsə, videonu yaddaşa verib sona qədər izləyib, bəyənsəz, like atıb yaxınlarınızla bölüşə bilər. İndi isə keçək hazırlanma qaydasına. Qeyd edim ki, salatımız paytaxt salatıdır. İstənilən növ salatdan edə bilərsiniz. Mən bu gün paytaxt salatından bu cürə bir dekor hazırladım. İlk öncə bütün ərzaqları qaynatmışam, doğramışam və hər birini bir qaba əlavə etdim. Kartof, kök, yumurtanın ağı istifadə etdim, ət istifadə etdim. Göyərti olaraq şüyüd, noxud, xiyar, həm turşu xiyar, həm təzə xiyar. Bütün sulu ərzaqları salfet üzərində gözlədirəm ki, su salmasın. Yumurtanın yalnız ağını istifadə etmək, ona görə edirəm ki, qalarkən qəribə bir qoxu olur yumurtanın sarısında. Ona görə yalnız yumurtanın ağından istifadə etdim. Qarışdırdım. Mayonez xama ilə birgə daha sonra bir qaba qoyub bu formanı verdim. Bu formanı verdikdən sonra çipsidən istifadə edirəm. Yəni qablardakı çipslər çox baha olur. Ona görə düşünürəm ki, o qədər eyni görüntü olaraq ortaya çıxır. Biraz rəng fərqi olur. Yəni bu daha gözəl olur. Günəş formasına oxşuyur rəng olaraq. Məncə, yəni o qədər bahalı almağa ehtiyac yoxdur. Sadə çipsdən də bu cürə hazırlamaq olar. Həqiqətən çox gözəl görsənir. Bayram süfrənizə çox yaraşacaq. Bayramlar bərəkətdir. Bayramın bərəkəti üzərimizdə olsun inşallah. Bu il ilk dəfə olaraq Novruzla Ramazan bayramı üst-üstə düşdü. Tutulan oruclar, edilən dualar inşallah ki, Rəbbim tərəfindən qəbul olsun. İzləyən hər bir izləyicimə sonsuz təşəkkür edirəm. Əgər videonu bəyəndiysəz, videonu like atıb, bəyənib, qayd etməyi unutmayın. Dadlı və ləzzətli reseptlər üçün izləmədə qalın. Hələlik. Bayramınız mübarək.